Gün ortanız xeyir olsun, gözəl izləyicilərim. Yenə mən fəaliyyətdəyəm. Bugün piraşka keçdi ürəyimdən. Söz yox ki, 2 gündəndir o piraşka ürəyimdən keçir. Mən piraşkini bax bu cürə asan məsələ eləyirəm. Düzdür, böyük story olmasın deyənə, vaxt keçməsin deyənə. Mən xəmir eləməyə göstərmədim. Sadəcə düzəltməyə göstərirəm. Kartoşka piraşkasıdır. Düzəltməyə göstərirəm ki, yəni baxın ki, məndə necə əl işlərim var. Görürsünüz uşaqlar, belə eləyirəm, sonra şişəcək, bunda olacaq böyük. Baxın. Bu arada bağışlayın ki, yadımdan çıxdı peçetka geyinməyə. Əlcək geyinmək yadımdan çıxdı, üzr istəyirəm, üzrlü sayın. Amma əlim tərtəmizdir. Təmizliyə çox həddən artıq riayət edəyənəm. Tak что так, ruslar demişkən. İndi bir neçə dənə eləyəcəm. Sonra pişirəndə göstərərəm sizə. Heç vaxtda da ki, gündəni eyni qaydada eləyə bilmirəm. O, el arasında belə bir deyim var. Gündən ki, eyni vaxtda, eyni ölçüdə eləməyə bacarmadın, значит, sənin dostuvu, düşməni da tanımırsan. Dostuvu, düşməni da tanımırsan, üzr istəyirəm. Bayaq kartofu bayaq hazırlamışdım. Uşaqlar, bir şey də qeyd edeyim ki sizə. Nar olmayanda zirincdən kartoşkaya vuranda sumaq da vurulur, söz yox. Onu yeyəndə sumaq da vurulur. Amma zirinc vurulanda daha elə bir həm dadlı olur, həm də ki kimin şəkəri varsa onlara xeyirli şəkildə olur da yemək. Mənim nədənsə əlimdən xörək çox tez çıxır. Çox. Mən tez xörək hazırlayıram. Tez məndə az vaxt gedir. Az qablarda az elə bir kirləndirirəm. Dadlı da çıxır. Təmiz də çıxır. Əlimdən xörək tez də çıxır. Özümə qurban olum. Bu özümü tərifliyim. Olsa heç kim tərifləmir mən orada. Neçə vaxtı əlləşirəm, vuruşuram. TikTok yolunda. TikTokun mənə padarkası da yoxdur. Ölgəşmişik də, öldü var da, öldü yoxdur. Asılmışıq TikTokdan. Bekarçılıqdan. Həm istəyirik TikToka xeyir verək, həm də özümüzə. İzləyicilərim.
Qabaq elə nə qədər oxluq, nə yığırdım. Amma indi elə bil ki, asanlaşdırmışam. Yəni əlimdə bu cür düzəldi. Hazırlayıram. Bu mənim üçün daha sərfəlidir. Düzdür, spesialistlər kimi eləyə bilmərəm. Onlar məni bağışlasınlar, amma yaxşı da eləyirəm. Yəni dadlı da eləyirəm. Yumuşaq olur, xırçıltılı olur. Göz vurdum özümə bir. Bismillah. Bu dəfə kristal unundan istifadə eləmişəm. Bilmirəm, ancaq deyəsən bu nəsə yapışqanlı bir şeydir. Bax, izləyicilərim, baxın, hələlik mən bu qədər hazırladım. Görürsünüz. Bax, indi mən bunları bişirəndə sizə göstərəcəm. Gəlin qazın kodum artıraq. Çünki burada ola bilməz qaynasın. Qazı qoyduk. Bunu qoyduğu istəyirəm. Qastornika. Görürsünüz. İndi mən hələlik sizlə sağollaşıram. Hələlik. İndi birazdan bunu bişirəndə, kündəyə gəlsin bişirəndə mən siz üçün tezdən yenidən bunu açacağım, göstərəcəm.